Qarpız sahəsində baxış keçirdən zaman bu hissə görürsüz. Yarpaqları görürsüz. Yaxından da çəkim. Məsələn, üstdən baxsaq biz buna, mən buna qida çatışmazlığının əlamətləri də deyə bilərəm. Maqnezium, elə maqneziumun köhnə yarpaqlarda bu simptom verdiyini mən, yəni belə deyim də, fermerlər kimi danışmaq istəyirəm ki, yəni qarışdırmaq məsələsi var. Ümumiyyətlə, üzdən baxıb heç nə demək olmaz. Məsələn, birinci biz yarpağı alt hissəsinə baxmalıyıq. Baxın, yarpağı indi buradan siz görə bilmirsiniz. Yarpağın alt hissəsində xırda-xırda Tetranicus urticeae, qırmızı hörümçək doludur. Qırmızı hörümçək bu sahəni isti hava olan kimi bir həftəyə yumurtadan bunların deməli çıxır. Yəni başlayır sahəni məhv eləməyə. Burada sanki qida çatışmazlığına da oxşadır. Fərqli bitkilərdə fərqli simptomlar verə bilir. Amma əsasən bu cür simptomlar verir. Baxın, bu cür simptomlar verir. Abamektin istifadə edilə bilər. Abamektin plus etaxazol istifadə edilə bilər. Abamektin plus siprodiklofenak istifadə edilə bilər. Siprodiklofenin özü də istifadə oluna bilər. Sipromefisen də var. Bu istifadə oluna bilər. Amma bu dərmanların içərisinə yayıcı yapışdırıcı qoşmağınız məsləhət görürəm. Çünki bu ümumiyyətlə akarsitlərə qoşulmaq, ümumiyyətlə bir çox dərmanların yayıcı yapışdırıcı qoşulmağı məsləhət görürəm. Çox sağ olun, çünki yarpaqda qala bilsin. Çox sağ olun, ümid edirəm ki, faydası olar. Allah köməyiniz olsun.